Salam, hər vaxtınız xeyir olsun. Biz yenə də radiatorların yuyulmasını edirik. Gördüyünüz kimi radiatordan necə palçıq hərf gəlir. Belə olan halda heç var radiatorlar sinmir. Əzizləyicilər, gördüyünüz kimi radiator burada bir tərəfdən qoşulmuşdu. Biz onu dəyişdik. Altı üst qoşulmuşdu. Üstü ayırdıq və bu şəkildə alt qoşulma etdik və bildiyiniz kimi isti su yüngüldür deyə yuxarı qalxır. Hər zaman radiatorun üstü olur. Hər birini belə dəyişdik. İndi radiator başa qədər altı üstü eyni istilikdə olacaqdır. Hər birini dəyişmişik. Baxın, eyni olaraq gördüyünüz radiatorda bir tərəfdən qoşulmuşdu alt üst, istilik vermirdi. Hal-hazırda bu radiator yuyulur. Biz qoşulmanı dəyişdik və sonra isə radiatoru yuyuruq. Səsindən də eşidilir. Bax, belə əzizləyicilər. Yəni, istilik sistemində problem varsa, bunu bir dəfəlik kökündən həll eləmək lazımdır ki, evdə də istilik olsun.